Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə Venn diaqramı bölməsi üzrə olan 20 suallıq sınağın izahını verəcəm. Videonu bəyənməyi və ətrafınızda olan digər insanlarla paylaşmağı unutmursunuz. Əlavə olaraq hər hansı bir fikriniz varsa, şərh bölməsinə də qeyd edə bilərsiniz. Bizim ödənişsiz ibtidai sinif müəllimləri üçün olan kanal linkini aşağıda şərh bölməsinə qeyd edəcəm. Oradan bizim ödənişsiz kanalımıza da daxil ola bilərsiniz. Videonu saxlayaraq özünüz müstəqil formada sualın cavabını tapırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə biləcəksiniz. Demək olar bütün növ sualları əhatə etmişəm. Yəni burada sizin qarşınıza çıxa biləcək bütün növ suallara aydınlıq gətirəcəm. Sadədən mürəkkəbə hər növ sualları görə bilərik. Birinci sualımız. Mehmanxanada olan 50 turistdən 35-i alman, 30-u isə fransız dilində danışır. Neçə turist həm alman, həm də fransız dilini bilir? Venn diaqramında biz adətən çevrədən istifadə edirik. Burada əslində 3 bucaqdan, 4 bucaqdan da istifadə edə bilərsiniz. Şərti olaraq biz daha çox çevrəyə üstünlük veririk. Deməli, cəmi 50 turistdir. Bunun 35-i alman dilini bilir. Bura A hərfi yazıram, alman dili. Bura F hərfi yazıram, fransız dili. 30 ilə 35-i toplasam nə edəcək? 65. Yəni alman dili bilənlər, fransız dili bilənlər toplam 65-dir. Amma bizə deyir axı 50 turist var. 65-dən 50-sini çıxıram, yerdə qalır 15 nəfər. Deməli 15 nəfər ortaq hər iki dili bilənlərdir ki, biz bunları 2 dəfə hesablamışıq. Ona görə say 65 olub. İndi cavab 15-dir, yəni C variantı doğru cavabdır. Amma burada bir mahiyyətini də izah edək. Cəmi 35 nəfər alman dilini bilirsə, 35-dən 15-i ortaya düşürsə, 35-dən 15 çıxanda qalır 20 nəfər. 20 nəfər yalnız alman dilini bilir. Sonra 30 nəfər fransız dilini bilir. Bunun 15-i ortaya düşürsə, 30-dan 15-ini çıxıram, qalır 15 nəfər. Dəyərli müəllimlər, burada qızıl qaydanı sizin üçün qeyd edirəm. Növbəti suallarda bizə çox lazım olacaq. Yadda saxlamaq lazımdır ki, ümumi sayı tapmaq üçün 35 üstəgələk 30, yəni 35 nədir? Alman dili bilənlər. Üstəgəl 30 fransız dilini bilənlər çıxılsın ortaq. Yəni 15. 65-dən 15 çıxanda həqiqətən də 50-ni alırıq. Amma sualın şərtində yalnız sözü olarsa, məsələn, yalnız alman dilini bilən neçə nəfər var? 20 nəfər. Üstəgələk, yalnız fransız dilini bilən neçə nəfər var? 15 nəfər var. Üstəgələk, hər iki dili bilənlər. Bu da 15-dir. Yəni, sualın şərtində əgər yalnız sözü varsa, bu zaman biz hamısını toplayacağıq. Yəni, buradan da əyani formada görünür də, niyə belədir? Çünki yalnız deyəndə, məsələn, yalnız alman dili buradır. Yalnız fransız dili buradır. Bu da ortaqdır. Yəni, ilk sualın üzərində biraz vaxtımız getdi, mahiyyətini izah etdim. Növbəti suallarda artıq həmin bu qaydalardan istifadə olunacaq. İkinci sualımıza baxırıq. Turist dəstəsindəki turistlərin 15 ingilis, 8-i italyan, 3-ü hər iki dili bilir. Dəstədə neçə turist var? Qaydamıza əsasən, hansı ki, bayaq izah etdim. 15, burada yalnız sözü yoxdur, görürsünüz. Üstəgəl 8, çıxılsın 3. 15-in üstə 8 gələndə 23 edər, 3-ün çıxanda 20 qalacaq. Mahiyyəti üzrə izah etsək, diaqramda göstərim. İngilis dili İ hərfi, İtalyan dili İT, burada İ-ni yazaq, ilk iki hərfini yazmaq daha məqsəd uyğun olacaq. Deməli, 3 nəfər ortaqdır. 3-ü bura yazıram. İngilis dili 15-dirsə, 15-dən 3 çıxanda 12 nəfər ingilis. Daha doğrusu, yalnız ingilis dilini bilir. 8 nəfər İtalyandır, 8-dən 3 çıxıram, 5 nəfər də yalnız İtalyan dilini bilir. Yəni, bizim sualımızın cavabı nədir? Bizim sualımızın cavabı 20-dir. Yəni, ümumi sayı tapmalıyıq. Yalnızla da yanaşsanız 12, üstəgəl 3, üstəgəl 5. Həmin 20-ni belə də ala bilərik. Növbəti 3-cü sual. Sinifdə 36 şagird var. Onların 4-də 3 hissəsi riyaziyyat, 6-da 5 hissəsi isə Azərbaycan dili fənni üzrə hazırlığa gedir. Neçə uşaq hər iki fəndən hazırlığa gedir? Deməli, 36-nın 4-də 3 hissəsini tapırıq əvvəlcə. 36-nın 4-də 3 hissəsi nə deməkdir? 36-nı 4-ə bölüb 3-ə vurmaq lazımdır. Edəcək 27. Deməli, 27 şagird riyaziyyat fənni, üstəgəl 6-da 5 hissəsi Azərbaycan dili. 36-nı 6-ya böl, vur 5-ə. 30 nəfər də Azərbaycan dilindən hazırlığa gedir. Toplam nə edəcək? 27 üstəgəl 30 edir 57. 57-dən çıxıram hər iki fəndən hazırlığa gedənlər və bu bərabərdir 36 olmalıdır. Buradan da x bərabərdir. 57 çıxılsın 36 edəcək 21. Deməli, hər iki fəndən hazırlığa gedən şagirdlərin sayı
21 nəfər oldu. Sual 4. Sinifdəki şagirdlərdən 14-ü İspan, 9-u Portuqal, 5-i isə hər iki dili öyrənir. Neçə şagird yalnız bir dili öyrənir? Biz ümumi şagirdlərin sayını buradan tapa bilərik. Düstur üzrə də yanaşma edə bilərsiniz və yaxud da belə yanaşaq. İspan dili I, Portuqal dili P hərfi ilə işarə edək. 14 nəfər İspan, 9 Portuqal, 5-i hər iki dili bilirdi. Buraya yazdım 5. İndi dostlar, 14 nəfər İspan dilini bilirdi. 14-dən 5-in çıxanda qalır 9. Bu 9 nəfər yalnız İspan dilini bilənlərdir. Yaşılla işarələyirəm bu hissəni. Fikir verin, bax bu hissə yalnız İspan dilini bilənlərdir. 9 nəfərdir hansı ki. Eyni zamanda Portuqal dilini bilən 9 nəfər idi. Bunun 5-in çıxanda yerdə qalır 4 nəfər. 4 nəfər isə yalnız Portuqal dilində danışır. Və yaxud da Portuqal dilini bilir, belə deyək. Ümid edirəm buradan hər bir şey anlaşılır sizə. Bizə deyir yekunda neçə şagird yalnız bir dili öyrənir. 9 şagird yalnız İspan dilini öyrənir. 4 şagird yalnız Portuqal dilini öyrənəcək. 9 üstə gələk 4 edəcək 13. Sualları daha qısa da tapa bilərsiniz. Mən mümkün qədər detallı izah edirəm ki, hər kəsə aydın olsun. Yəni sualın şərtinə diqqət yetirin. Yekunda neçə şagird yalnız bir dil öyrənir? Bu həm İspan dili ola bilər, həm Portuqal dili ola bilər. Yəni təbii ki, ümumi saydan ortaqları çıxırsınız. Yerdə qalanlar yalnız İspan və yalnız Portuqal dilini öyrənənlərdir. Sual 5. Sinifdəki şagirdlərdən 12-si yalnız fizika, 8-i yalnız kimya, 3-ü isə hər iki fəndən hazırlaşır. Neçə şagird hazırlığa gedir? Burada yalnız sözləri var. Yalnız olanda bildiyimiz kimi toplama əməliyyatı yerinə yetiriləcək. Yəni 12 üstə gələk 8, üstə gələk 3. Cəmi neçədir? 23. Doğru cavab 23-dür. Vizual olaraq göstərim sizin üçün. Fizika, kimya. Yalnız fizika 12 nəfərdir. Yəni yalnız fizika deyəndə bax bu hissə nəzərdə tutulur. Yarım dairə şəklində düşünsək, aypara hissəsi. 8-i kimyadır, 3-ü də ortaqdır. Yəni bunların hamısını cəmləməyimiz lazımdır. Doğru cavab nə oldu? Doğru cavab 23 oldu. Sual 6. 32 şagird dərs fasiləsində dükana getdi. Onlardan 17-si dəftər, 13-ü qələm, 4-ü isə həm dəftər, həm də qələm aldı. Neçə şagird nə qələm, nə də dəftər aldı. Deməli dostlar, 17 üstə gələk 13 çıxılsın ortaqlar. Çünki bu 4 həm dəftər, həm də qələm alıb 2 dəfə. Həm dəftər alanların, həm də qələm alanların içərisində hesabladığımız üçün bir dəfə 4-ü çıxıram ki, təkrarçılıq olmasın. 17-nin üstə 13 gələndə 30 edər. 30-dan 4 çıxanda 26 qalacaq. Deməli 26 şagird dəftər və yaxud da qələm alıb. Cəmi 32 şagird axı 32 nəfər dükana gedib. 32 çıxılsın 26 neçə alıram? 6 nəfər. Deməli 6 nəfər nə dəftər aldı, nə də qələm aldı. Sual 7. Marketdən 14 uşaq qırmızı, 7 uşaq həm qırmızı, həm də göy, 5 uşaq isə yalnız göy qələm aldı. Cəmi neçə uşaq marketdən qələm aldı? Deməli qırmızı neçədir? 14 uşaqdır. 7 uşaq həm qırmızı, həm də göydür. Bura qı yazıram, burada bir C hərfi yazıram. Deməli 7 uşağı ortaya yazacağam. 14 uşaq qırmızı idisə, 14-dən 7 çıxanda qalır 7. Bu 7 nəfər yalnız qırmızıdır. Sonra 5 uşaq yalnız göy qələm almışdı. Yalnız göy nədir? Yəni yalnız bura düşənlərdir. Dostlar, cəmi neçə uşaq marketdən qələm alıb? 7, 7, 14, üstə gəl 5 edəcək 19 nəfər. Bəli, əvvəldən də 14 uşaq qırmızı alıbsa, burada hamısı hesablanır. Yalnız göydü üstünə gələndə birbaşa cavab ala bilərdik. Və yaxud da vizual olaraq burada göstərdim sizə. Sual 8. 12 şagirddə yalnız fizika, 10 şagirddə yalnız kimya, 3 şagirddə isə həm kimya, həm də fizika kitabı var. Neçə şagirddə fizika və ya kimya kitabı var? Dostlar, fizika və ya kimya nə deməkdir? Yəni onda ya fizika var, ya kimya var və yaxud da hər ikisi var. Yalnız sözləri olan zaman verilən ədədləri toplamaq kifayətdir. 12 üstə gələk 10, üstə gələk 3. Yəni vizual olaraq özünüz artıq yaza bilərsiniz. Təkrar eyni şəkil çəkmək istəmirəm. Doğru cavabımız 25. Yəni B variantı olacaq. Sual 9.
Biraz ekranı kiçildək. Daha yaxşı formada görməyimiz üçün. Ha, okey. Belə yaxşıdır. Olar. Deməli, 160 ailədən ibarət olan kənddə yonca əkənlərin sayı taxıl əkən ailələrin sayından 20 ailə çoxdur. Deməli, yonca əkən ailələrin sayı taxıl əkən ailələrin sayından 20 ailə çoxdur. Həm yonca, həm də taxıl əkən ailələrin sayı 14 olarsa, yonca əkən ailələrin sayını tapın. Dəyərli müəllimlər, yonca əkənlər Y bərabərdir, taxıl əkənlər T bərabərdir, belə yazırım. İndi diqqət yetirək. Yonca əkənlərin sayı taxıl əkənlərin sayından çoxdur. Az olana biz həmişə x deyirik tənlik quranda. Yəni taxıl əkənlərin sayına x desəm, yonca əkənlərin sayı olacaq x üstə gələk 20. Bunu yazdıq. Bu işimizin birinci hissəsi. Sonra bizim axı qaydamız var. Burada qeyd edir həm yonca həm də taxıl əkənlərin sayı da 14-dür. Yəni yonca əkənlərin sayı, indi bunu belə yazaq. X plus 20 üstə gəl taxıl əkənlərin sayı, yəni x, çıxılsın ortaqlar, yəni 14 ailə burada 2 dəfə hesablanıb və bu bərabərdir 160-a. Yəni buradan mən özümə yer düzəldim, okey. Bu olacaq neçə? Bu olacaq 160. İndi bu tənliyi həll edək. X ilə x-i toplayanda olur 2x. 20-dən 14 çıxanda edəcək 6 bərabərdir 160-a. Buradan 2x bərabərdir. 160-dan çıxıram 6 nedir? 154. X də bərabərdir. 154-ü böləcəm 2 yerə, düşəcək 77. Diqqətli oluram, tələsmək olmaz. Yonca əkən ailələrin sayını tapın. Yonca əkən ailələrin sayını mən x üstə gəl 20 demişdim. Yəni 77 üstə gəl 20 olacaq 97. Yonca əkən ailələrin sayı 97-yə bərabərdir. Taxıl əkən ailələrin sayını soruşsa, bu 77 olardı. Növbəti 10-cu sualımıza keçid edirik. 240 ailədən ibarət olan kənddə arı saxlayan ailələrin sayı barama saxlayan ailələrin sayından 20 ailə azdır. Həm arı, həm də barama saxlayan ailələrin sayı 8 olarsa, yalnız barama saxlayan ailələrin sayını tapın. Burada yalnız söz var. Diqqətli olmalıyıq, bizi yanıltmasın. Deməli, arı bərabərdir, barama bərabərdir. İndi diqqət yetirirəm. Arı saxlayan ailələrin sayı azdır. Arı saxlayanlar azdırsa, buna bir x deyirəm. Barama saxlayanlar deməli daha çoxdur. Olacaq x üstə gələ 20. Yəni mən həmişə balacaya bir x deyirəm, nə qədər ki şansımız var. Bu formada qeyd etdim. İndi növbəti hissə. Qaydamız nədir? X üstə gələk x plus 20 çıxılsın ortaq. Neçə nəfərdir? 8. 8 ailə. Və bu bərabərdir 240-a. Bu tənliyi əldə etsək. X-lər toplanacaq 2x 20-dən 8 çıxanda oldu 12 bərabərdir 240-a. Buradan 2x bərabərdir. 240-dan çıxacam 12-ni. Qalacaq 228. Buradan da x bərabərdir. 228-i böləcəm 2 yerə, düşəcək 114. İndi diqqətli oluram. 114 nədir? Arı saxlayanların sayıdır. 114 üstə gəl 20 nədir? Barama saxlayanların sayı, yəni 134. Amma diqqətli oluram. Mənə deyir, yalnız barama saxlayan ailələrin sayını tapın. Baxın dostlar, vizual olaraq sizə göstərim. Burada yalnız sözü var artıq. Arı saxlayanlar A, barama saxlayanlar B. Bu formada işarələdim. İndi içərisini dolduraq. 8 ortaq idi. Arı saxlayanların sayı nə qədərdir? 114-dür cəmi. 114-dən 8 çıxaram, qalar 106. Deməli, 106 ailə yalnız arı saxlayır. Sonra eyni qayda üzrə barama saxlayanlara diqqət yetirək. Barama saxlayan indi hesabladıq, x plus 20 idi. Yəni 114-ün üstə 20 gəlsin, olur 134 ailə. Amma bunun 8-i həm də arı saxlayır. Ona görə 134-dən 8-i çıxıram, qalır 126. Deməli, yalnız barama saxlayan ailələrin sayı 126-ya uyğun gələcək. Yəni bax, bu yalnız sözü Venn diaqram məsələlərində ən açar məqamdır.
Barama saxlayanların sayını soruşsaydı 134 götürərdim. Amma yalnız barama deyirsə 126 götürürəm. Məsələn, arı saxlayanların sayı desəydi 114. Amma yalnız arı saxlayanlar desə 114-dən 8 çıxıb hansı ki almışdıq 106, 106 götürəcəkdim. Ümid edirəm anlaşıldı. Bax bu suallara diqqət yetirmək lazımdır. Növbəti yenə bu tipli sualdır. Deməli, burada nə qeyd edir? Bir məktəbdə olan 150 şagirddən yalnız futbolla məşğul olanların sayı, yalnız voleybolla məşğul olanların sayından 16 nəfər çoxdur. 16 üzr istəyirəm, 26 şagird hər iki idmanla məşğul olursa, futbol oynayan şagirdlərin sayını tapın. Deməli, futbol bərabərdir, voleybol bərabərdir. Nə qeyd edir? Yalnız futbolla məşğul olanların sayı, yalnız voleybolla məşğul olanların sayından 16 nəfər çoxdur. Çox olan futbolla məşğul olanlardır. Onda voleybol oynayanlar bir x desəm, futbolla məşğul olanların sayı olacaq x üstəgəl 16. Yəni ilk növbədə bu tənliyi qurmalıyıq. Bunu yazdım və bunu burada çərçivə alıb saxlayıram hələ ki. Keçirəm növbəti hissəyə. Mən bilirəm ki, yalnız söz olan zaman toplamaq lazım idi. Yalnız futbol oynayanlar x üstə gələk 16, üstə gələk yalnız voleybol oynayanlar x, üstə gələk 26. Yəni ortaq da burada üstə gəlirdi. Və cəm bərabərdir 150-yə. Bax burada diqqətli oluram. Yalnız söz olanda bax bu plus olur. X-lər bir toplanılacaq olacaq 2x. Üstə gəl 16 ilə 26-nı bir cəmləyəcəm olacaq 42 bərabərdir 150-yə. Buradan 2x bərabərdir. 150-dən çıxıram 42-ni edəcək 108. Buradan da x bərabərdir. 108-i 2 yerə bölsəm düşəcək 54. Deməli, x-in qiyməti 54-ə bərabərdir. Amma tələsmirəm yenə. Mən x nəyə demişəm? Yalnız voleybol oynayanlara. Aparıb burada bir vizual olaraq diaqram çəksək, verilənləri yazaq bura. Futbol oynayanlar, voleybol oynayanlar. Diqqət. Hər iki idmanla məşğul olan 26 nəfər var. Buraya yazıram 26. Ortağa. 26. Aha. Yalnız voleybol oynayanların sayını x demişdim. O da 54'tür. Onda bura 54 yazacağım. Diqqətli olun. Burada artıq 54'ü, daha doğrusu 54'dən 26'nı çıxıb oraya yazmağa ehtiyac yoxdur. 54'ün özünü yazıram. Çünki bu isə yalnız voleybol oynayanlardır. Eyni qaydada futbol oynayanlar x plus 16'dır. Daha doğrusu yalnız futbol oynayanlar. 54'ün üstə 16 gəlirəm, edir 70. Əgər sualın yekununda məndən yalnız futbol oynayanların sayını sorursaydı cavabı 70 deyərdim. Amma axı bunu soruşmur. Məndən soruşur ki, futbol oynayan şagirdlərin sayını tap. Futbol oynayan şagirdlərin sayı bax bunun içərisidir. Yəni 70 üstəgəl 26-dır. Bu dedəcək 96. Düzgün cavabımız B variantına uyğun gəlir. Ümid edirəm anlaşılır hər biriniz üçün. Yəni kifayət qədər maraqlı suallardır. Növbəti 12-ci sualımıza qədəm qoyduq. Burada da eyni formada 3 sual təklif etmişəm sizə. 12, 13, 14-cü suallar bir-birinə çox yaxındır. Amma bir sözlə demək olar fərqlənir. Sualın cavabı tam başqa alınır. İndi bu sualımıza baxaq 12-də. İlk 40 natural ədəd içərisində 2-yə və 3-ə bölünən neçə ədəd var? Dostlar, 2-yə və 3-ə bölünən nə deməkdir? Yəni həm 2-yə, həm 3-ə bölünən. İndi gəlin baxaq. Həm 2-yə, həm 3-ə bölünən ədəd ilk ədədimiz 6-dır. Növbəti 12-dir və s. İndi biz bunun hamısını yazmağa məcbur deyilik. Deməli 6 6 artır da, növbəti 18-dir və s. Saya bilərsiniz. Amma 40-ı bölün 6-ya isə düşəcək 6 dəfə. Yəni 6 birim 6, 6 2, 12, 6 3, 18 və s. 6 6 36, 6 7 42 artı 40-ı keçdim. Deməli bu şərti ödəyən 6 dənə ədədimiz var. Düzgün cavab C variantı. Yəni saya da bilərsiniz. Lap istəyirsiniz yazaq da bunları 24, sonra 30, bir də 36-dır. Həm 2, həm də 3-ə bölünən ədədlər. Yəni 2-yə və 3-ə bölünmə o deməkdir ki, təkrar edirəm, burada və sözü açar məqamdır. Və o deməkdir ki, hər ikisinə bölünsün. Həm 2-yə, həm 3-ə bölünən 6-dır. 12 və s. birbaşa 40-ı 6-ya bölmək kifayətdir. Məsələn, ilk 60 natural ədəd içərisindən neçəsi 2-yə və 3-ə bölünür? Birbaşa 66-ya bölün 10 ədəd. Bu formada olacaq. İndi bax, diqqət yetirin. Sual 13-ə keçid edirəm. Eyni sualdır. Bax, diqqətlə baxsaq, eyni sual. Amma burada bir dənə açar məqam var. 12-də vədir 2-yə və 3-ə. Aralarında və bağlayıcısı var. Burada isə dostlar və yadır.
İlk 40 natural ədəd içərisində 2-yə və ya 3-ə bölünən neçə ədəd var? Aha, bax bu və ilə və yanı qarışdırmaq olmaz. Yəni 2-yə və ya 3-ə bilirsiniz nə deməkdir? 2-yə və yaxud da 3-ə bölünsün. Fərqi yoxdur. Məsələn, 2-ni götürə bilərəm. 2 2-yə bölünürmü? Bölünür. Məsələn, 9-u götürə bilərəm burada. Niyə 3-ə bölünür? Yəni və deyəndə hər ikisinə bölünənlər və ya deyəndə ikisindən birinə bölünmək kifayətdir. İndi bunu əlbəttə bir-bir oturub əlindən yazası deyiləm də. Məsələn, 2-yə bölünür, 4-ə, 6-ya, 8-ə və s. Zaten 40-ı böləcəm 2-yə, düşəcək 20. Yəni 20 dənə ədəd var ki, hamısı 2-yə bölünür. 2, 4, 6, 8 və s. axırıncıda 40. 3-ə bölünən nə qədərdir? 40-ı bölürəm 3-ə. Yəni artıq burada qalıq önəmli deyil. 40 3-ə bölünsə düşür 13. Axırıncı 39 olacaqdır. Deməli dostlar, 20 dənə ədəd var ki, bunlar 2-yə bölünür. 13 dənə ədəd var ki, bunlar 3-ə bölünür. 20 üstə gəl 13, 33. Nə badə A variantını yazaq. Çünki iş bitməyib hələ. Axı bu 20 və bu 13 ədədin içərisində elə ədədlər var ki, təkrarlanıblar. Hansı ədədlərdir? 6, 12, həm 2-yə bölünənlərin, həm də 3-ə bölünənlərin içərisində yazmışıq. Və s. Axırıncıda 36, hansı ki, əvvəlki sualda izah etdim. Dostlar, bu da necə olacaq? Deməli, 2-yə və 3-ə bölünən 6-ya bölünən ədəd deməkdir. Hər ikisinə bölünən. 40-ı bir dəfə də 6-ya böləndə bayaq zaten yazmışdım, düşəcək 6. 20 ilə 13-ü toplayacaqsınız. Ortaq olanı, yəni 6-nı çıxmaq lazımdır. 20 ilə 13-ü toplayanda 33 çıxıram 6 edir 27. Yəni doğru cavab 27-dir. Maraq üçün yaza bilərsiniz. Yəni əgər sizə qaranlıq qalırsa, 2-yə bölünən ədədləri yazın. 2, 4, 6 və s. Axırıncı olacaq 40. 3-ə bölünənlər 3, 6 və s. Axırıncı olacaq 39. İndi saysanız məsələn 2, 4 və s. 20 dənə burada olacaq. Sonra 3-ü götürəcəksiniz. 6-nı artıq bir də saymaq olmaz. Axı 6 burada var. Ona görə bax ortağa çıxırdım. Belə, bu çaşdırıcı sualdır dostlar. Bunun sonuncu tipinə keçidirəm. 3 formada sizə təklif oluna bilər. İlk 30 natural ədəd içərisində nə 2-yə, nə də 3-ə bölünən neçə ədəd var? Yəni bu ədəd nə 2-yə bölünür, nə də 3-ə bölünür. Məsələn 1 nə 2-yə bölünür, nə 3-ə. Amma 2 2-yə bölünür. Məsələn 3 3-ə bölünür. 4 2-yə bölünür. Yəni onu artıq götürəcəm də orada bizə lazım deyil o. Bizə nə lazımdır? Bizə nə 2-yə, nə də 3-ə bölünsün. Yəni heç birinə bölünmür. Bunun üçün tərs əməliyyatdan istifadə edirəm. 30-u 2-yə böləndə düşür 15. Yəni 30 dənə ədədin içərisində 2-yə bölünənlər sayı 15-dir. 30-u bölürəm 3-ə, düşür 10. Yəni 10 dənə ədəd var ki, 3, 6, 9 və s. 30-a qədər 3-ə bölünürlər. Həm 2-yə, həm 3-ə bölünənlər də var axı. 30-u bölürəm 6-ya, düşür 5 dənə. Yəni 5 dənə ədəd var ki, hər ikisinə bölünür. Diqqət, eyni qayda üzrə 15, üstə gələk 10, çıxılsın 5. Nə edəcək? 15, 10, 25, 5 çıxıram 20. Bu 20 nədir? 20 sualın cavabı deyil ha. 20 2-yə və yaxud da 3-ə bölünən ədədlərdir say olaraq. Yəni 20 dənə ədəd var ki, 2-yə və ya 3-ə bölünür. 30 dənə ədəddən 20-si 2-yə və yaxud da 3-ə bölünürsə, yerdə nə qalır? 30-dan çıxıram 20-ni, qalır 10. Yəni sualın doğru cavabı 10 olur. Çətin sualdır dostlar. Bunu hər kəs rahat formada anlaya bilmir. Yəni təkrar-təkrar baxıb bax bu üç tipi yadda saxlamaq lazımdır. Növbəti 15-ci suala baxırıq. 40 nəfərlik sinifdə şahmatla məşğul olanların sayı dama ilə məşğul olanların sayından 4 dəfə çoxdur. Deməli, şahmat, dama. Dama oynayanların sayı x-dir, şahmat oynayanların sayı olacaq 4x. Bunu yazdım, yadda qalsın. Növbəti. Həm şahmat, həm də dama oynayanların sayı 5 olarsa, sinifdə neçə şagird yalnız dama oynayır? Deməli, 4x üstə gəl x çıxılsın ortaq 5 nəfərdir. Cəm bərabərdir 40-a. Buradan 5x bərabərdir. 5 keçir o biri tərəfə, yəni söhbət çıxılsın 5-dən gedir. 40-ın üstə 5 gələndə 45, x də bərabərdir 9-a. Yalnız dama oynayanlar. Bax, diqqət yetirirəm. X-in qiymətini tapdım 9. 9 nəfər dama oynayanların sayıdır. Vizual olaraq göstərim sizə yenə də. Dama, şahmat. 9, 9 da 4-ə vuranda 36.
36 ilə 9-u toplayın, edəcək 45. Bu 5-i zaten ortaqdır da. Doğrumu? Və dama oynayanların sayı 9-dur. 9-dan 5 çıxana qalır 4. Deməli 4 nəfər yalnız dama oynayacaq. Düzgün cavab D variantı. Məsələn, yalnız şahmat oynayanların sayını tapanda 36 nəfər şahmat oynayır. Bunun 5-i ortaya düşür. Yerdə qaldı 31. 31 nəfər yalnız şahmat oynayır. Yəni bax bu yalnız sözü çox-çox önəmli məqamdır. Sual 16. 140 nəfərlik məktəbdə yalnız rus dilini bilənlərin sayı yalnız ingilis dilini bilənlərin sayından 3 dəfə azdır. 20 şagird hər iki dili bilirsə, neçə şagird rus dilini bilmir? Burada yalnız sözləri var. Açar məqamdır. Buna diqqət yetirirəm. Rus dili bilənlər, ingilis dili bilənlər. Amma burada yəni mənim işarələyəcəyim yalnız rus dili və yalnız ingilis dillərdir. Biri o birindən 3 dəfə azdır. Az olan hansıda rus dili bilənlər? Onda rus dili bilənlərin sayı x. İngilis dili bilənlər əlbəttə ki, bundan 3 dəfə çox olacaq. Olacaq 3x. Bunu yazdım. Eyni zamanda mən bilirəm ki, yalnız söz olan zaman ortağı da üstə gəlmək lazımdır. Yəni rus dili bilənlər, üstə gəl ingilis dili bilənlər, üstə gəl ortaqlar. Yəni burada rus dili bilənlər deyəndə yalnız rus dili bilənləri nəzərdə tuturam. Yalnız rus dili bilənlər, üstə gəl yalnız ingilis dili bilənlər, üstə gəl hər iki dili bilənlər və say bərabərdir 140-a. Bunlar 4x edər. 140-dan 20 çıxanda 120 qalar. X bərabərdir 30-a. Mən x nəyə demişəm? Yalnız rus dili bilənlərin sayını. Vizual şəkildə göstərək. Burada təsvir edim sizin üçün rus dili, ingilis dili. Ortaq 20-dir. Bura 20 yazdım. Rus dili bilənlərin sayı, yalnız rus dili bilənlərin sayı 30-dur. Aparıb bura 30 yazıram. İngilis dildə bura olacaq 90. Yəni 3x-dir də yalnız ingilisi bilənlər. İndi dostlar, bizə nə qeyd edir? Deyir ki, rus dilini bilməyənlərin sayı. Burada olan 50 nəfər rus dilini bilir. Rus dilini bilməyənlərin sayı zaten yalnız ingilis dilini bilənlər deməkdir. Yəni neçə nəfər yalnız ingilis dilini bilir? 90 nəfər. Yəni bu sözün mənası odur ki, neçə nəfər rus dilini bilmir. Və yaxud məsələn bizə deyə bilər ki, neçə nəfər ingilis dilini bilmir? Bax bunlar olacaq 30 nəfər. Yalnız rus dilini bilənlər ingilis dilini bilməyən şəxslərdir. Sual 17. Qrupda olan 15 tələbə yalnız riyaziyyat, 12 tələbə yalnız Azərbaycan dili, 5 tələbə isə hər iki fəndən, 8 tələbə isə kurikulum fənnindən hazırlığa gedir. Qrupda ən azı neçə tələbə var? Dostlar, bu tipli suallarda, yəni struktur olaraq qeyd edəcəm, yadda saxlamaq lazımdır. Bir ən az soruşa bilər, bir də ən çox soruşa bilər. Vizual şəkildə sizə göstərirəm. Riyaziyyat var və Azərbaycan dili var. 15 tələbə yalnız riyaziyyatdır. Yazdıq. 12 tələbə yalnız Azərbaycan dilidir. 5 tələbə də hər iki fəndən gedir. İndi 8 tələbə də kurikulum fənnindən hazırlığa gedir. Bu 8 nəfəri necə etmək olar ki, mümkün qədər tələbə sayı az olsun? Bu zaman nə edə bilərsiniz? Bu 15 nəfərin içərisində yerləşdirmək olar? Yox. Bu 15 nəfər yalnız riyaziyyatçıdır. Yəni riyaziyyat fənnindən hazırlığa gedir. 12 nəfər yalnız Azərbaycandan hazırlığa gedir. Amma bu 5 nəfər hər iki fəndən gedir. Həm riyaziyyat, həm Azərbaycan dili. Ola bilərmi ki, onlar həm də kurikulumla getsin? Ola bilər. Onda bu 8 tələbədən düşünürəm ki, 5 tələbə həm də kurikuluma gedəndə yerdə qalsın 3 tələbə. 3 tələbə də kurikuluma, daha doğrusu yalnız kurikulumdan hazırlığa gedənlər olacaq. Yəni sayın ən az qiyməti nə olacaq? Buradakı tələbələr 15, üstə gəl 12, üstə gəl 5, 32, üstə də 3-ü gəlirəm, edir 35. Düzgün cavab C variantı olacaq. Yəni məndən ən az soruşduğu üçün nə etdim? O 8 tələbə kurikulumla hazırlığa gedir. Onun 3-ünü, üzr istəyirəm, 5-ini hər iki fəndən hazırlığa gedənlərin cərgəsinə əlavə edirəm. Yəni o 5 tələbəni həm riyaziyyat, həm Azərbaycan, həm kurikulumla hazırlığa göndərmək olarmı? Olar. Bununla bağlı məhdudiyyət qoymur axı şərtdə. Yerdə qalır 3 tələbə. Onu artıq məcburam ki, mən yalnız kurikulumla hazırlığa göndərim. Yəni ən az olanda burada olan saydan mümkün qədər, yəni nə qədər varsa bunun içərisinə yerləşdirirsiniz. 8-dən 5 çıxdım, 3 qaldı. Yəni 3 tələbə artıq məcburi formada ayrı yalnız kurikulumla hazırlığa getdi. İndi bax, sual 18 eyni tipdir. Amma burada ən çox soruşur. Qrupda olan 24 tələbə riyaziyyat, 16 tələbə Azərbaycandan, 4 tələbə hər iki fəndən. Burada yalnız sözü yoxdur. Bax, buna da diqqət yetirin. Bayaqki sualda yalnız sözü var idi.
Hansı ki vizual olaraq göstərdim. Burada yalnız sözü yoxdur. İndi bu şəkildə şəkillə qeyd edək. Deməli nə var? Riyaziyyat var, Azərbaycan dili var. İndi verilənləri yazaq. 4 tələbə hər iki fəndən gedir. Yəni söhbət riyaziyyat və Azərbaycandan gedir. Bunu yazdım bura. 24 tələbə riyaziyyatdan gedirdisə, 24-dən 4 çıxıram, 20 nəfər yalnız riyaziyyat. 16 tələbə Azərbaycan dilidirsə, 16-dan 4 çıxıram, 12 tələbə yalnız Azərbaycan dili olur. 12 tələbə isə kurikulum fənnindən hazırlığa gedir. Qrupda ən çox neçə tələbə ola bilər? Əgər ən azı soruşsaydı 12 tələbədən bayaqki qayda üzrə 4-ünü bura yerləşdirərdim. Yerdə qalardı 8 nəfər kurikulum. Amma burada artıq mən istəyirəm ki, ən çox olsun. Ən çox olması üçün 12 tələbəni ayrıca kurikulumun hazırlığa göndərirsən. Yəni onlar yalnız kurikulumun hazırlığa gedir. Deməli burada yalnız söz olmadığı üçün ümumi sayı tapanda, yəni bayaqki qayda üzrə, düstur üzrə getsək, 24 üstəgəl 16 çıxılsın ortaq. Bu formada düşünə bilərik. 24-ün üstə 16 gələndə 40, 4 çıxanda 36. Yəni 36 tələbə Azərbaycan dili və riyaziyyatla məşğuldur. Üzərinə də bu 12-ni gəlsəm 48 tələbə olacaq. Toplam 48 ola bilər ən çox. Və yaxud da elə burada yalnızlarla da göstərmişəm. 20 üstə 4 üstə 12. 24 üstə gəl 12 edəcək 36. Yəni bu yazdığım düsturdur. Bu da vizual şəkildə yazılışıdır. Yəni ən çox olanda hamısını toplayırsınız. Ən az olanda, yəni bax bu hissəni 12 tələbənin 4-ünü ora verəcəksiniz. Bu tipli suallarda belə yazılır. 19-20-ci sualları aşağıdakı məlumat əsasında cavablandırın. Sinifdəki 40 şagirddən 17 nəfəri futbol, 17 nəfəri voleybol, 14 nəfəri tennis oynayır. 6 nəfər həm futbol, həm voleybol, 5 nəfər həm futbol, həm tennis, 7 nəfər həm tennis, həm voleybol, 4 nəfər isə hər üç idmanla məşğul olur. Deməli dostlar, suallar nədir? Sualın 19-cu sualı budur ki, neçə şagird yalnız tennis oynayır? 20-ci sual neçə şagird heç bir idmanla məşğul olmur? Gəlin əvvəlcə bunu vizual şəkildə canlandıraq. Bizim 3 dənə çevrəyə ehtiyacımız olacaq. Aha. Deməli nələr var? Futbol var, voleybol var, tennis var. Əvvəlcə ən ortada olanı yazmalısınız. 4 nəfər hər üç idmanla məşğul olursa bura yazdım 4. Sonra deyir ki, 6 nəfər həm futbol, həm voleybol oynayır. Futbol və voleybol oynayanlar, bax diqqət edin, futbol buradır, voleybol buradır. Üzr istəyirəm, voleybol buradır. Ortaq hissə, bax işarə edəcəyim hissədir. Bura ilə bax bura toplam 6 nəfər olmalıdır. Onun 4-ü artıq bəllidirsə, deməli bura 2 nəfər qalır. Sonra 5 nəfər həm futbol, həm tennis oynayır. Həm futbol, həm tennis bax bura düşür. 5 nəfər isə burada qaldı 1 nəfər. Daha sonra 7 nəfər həm tennis, həm də voleybol oynayır. Həm voleybol, həm tennis buradır. 7 nəfər. 4 ora düşübsə yerdə qaldı 3 nəfər. İndi keçirik bir əvvəlkinə. 17 nəfər futbol oynayır. Futbol bax buradır. Deməli 4-ün üstə 2 gəlirəm 6, üstə 1 gəlirəm 7. Deməli bura qaldı 10 nəfər. 10 nəfər yalnız futbol oynayacaq. Daha sonra 17 nəfər voleyboldur. Voleybol buradır. 2 üstə 4, 6 üstə 3, 9 etdi. Deməli 17-dən 9 çıxanda yerdə qaldı 8 nəfər. 8 nəfər yalnız voleybol oynadı. 14 nəfər tennisdir. Tennis bura düşəcək. 1 üstə 4, 5 üstə 3, 8. 14-dən 8 çıxanda 6 nəfər də yalnız tennis. Neçə nəfər yalnız tennis oynayır? 6 nəfər. Yəni 19-cu sualın doğru cavabı A variantıdır. Sonra dostlar bu hissəni silim. Cədvəl özü qalsın. Sonra bizdə nə qeyd edir? Deyir neçə şagird heç bir idmanla məşğul olmuş. Gəlin bu şagirdlərin sayını tapaq əvvəlcə. Cəmi 40 şagird idi sinifdə. Görək neçə nəfər var? Burada 10 nəfər. Biraz rəngi dəyişin, daha vizual görünsün. 10, 8, 6. 18 plus 6, 24 nəfər. 24 nəfər yalnız bir idmanla məşğul olanlardır. Üstə gələk. 1, 2, 3. Bunlar, deməli, nə ilə məşğul olurlar? Bunlar yalnız 2 idmanla məşğul olurlar. Yəni 1, 2, 3, 6 nəfər bunlardır. 4 nəfər də ortada. Toplam 34 nəfər oldu. Yəni 34 nəfər
Bu üç idman növündən məşğuldur. Bəzisi biri ilə, bəzisi ikisi, bəzisi üçü ilə. Cəmi neçə nəfər idi? 40 nəfərdir də. 40 nəfərdən 34-ü məşğul olursa, yerdə neçə nəfər qalır? 6 nəfər. Deməli, neçə şagird heç bir idmanla məşğul olmur? 6 şagird heç bir idmanla məşğul olmur. Belə dəyərli müəllimlər, bir növ A-dan Z-yə, 7-dən 77-yə hər növ sual tipini göstərdim bu bölüm üzrə. Asan bölmə deyil. Yəni bildiyimiz şablon suallar işləsəydik çox rahat gələrdi bizə. Təbii ki, asan suallar da oldu əvvəldə, sonda çətin suallar da oldu. Çətinlik çəkdiyiniz məqamlara təkrar-təkrar baxmağınızı tövsiyə edirəm. Nə qədər çox təkrar baxıb bilmədiyiniz sual tiplərini öyrənsəniz, bir o qədər gözəl olar. Hər birinizdən ricam budur ki, videonu bəyənirsiniz, ətrafınızda olan digər insanlarla paylaşırsınız ki, digərləri də faydalanmış olsun. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.